Salam dostlar, bugünkü sərt, bəlkə də biraz acımasız, amma tamamilə gerçəklərə əsaslanan xüsusi icmalımıza xoş gəlmisiniz. Gəlin boş sözləri kənara qoyaq və mövzuya birbaşa daxil olaq. Baxın, bugün biz o şirin xəyallardan, sən hər şeyi bacararsan tipli ucuz motivasiya nağıllarından danışmayacağıq. Xeyr, biz bugün müasir, qədbər dünyada qalıcı bir güc qurmaq üçün reallıqda sizdən nəyin tələb olunduğunu müzakirə edəcəyik. Əgər bura qısa yollar, sehirli həblər və ya asan həllər axtarmağa gəlmisinizsə, yəqin ki, bu təhlil sizin üçün deyil. Amma əgər həyatınızın, karyeranızın əsl memarı olmaq, bu cəmiyyətdəki gizli güc dinamikalarını anlamaq istəyirsinizsə, bax o zaman çox diqqətlə dinləyin. Qardaşım, bugün sənə cəmiyyətin o yazılmamış qanunlarını, oyunun pərdə arxası qaydalarını sadə dildə izah edəcəyəm. Hazırsansa, başlayaq. Özünüzə heç bu sualı vermisiniz? Mən əminəm ki, vermisiniz. Niyə bəzi kişilər öz sahələrinin mütləq hakiminə, söz sahibinə çevrilirlər, amma digərləri illərlə eyni yerdə, eyni darıxdırıcı vəziyyətdə maaşdan maaşa sürünürlər? Bunun səbəbi şansdır, ya da bəlkə anadan gəlmə istedad? Əslində çoxları uğurun və gücün bəxtlə bağlı olduğuna inanmaq istəyir. Bilirsiniz niyə? Çünki bu məsuliyyətdən qaçmaq üçün əla bəhanədir. Onun bəxti gətirdi, mənim yox. Demək asandır, amma acı reallıq odur ki, mütləq ustadlıq hesablanmış, rəhimsiz və məqsədyönlü bir sistemin nəticəsidir. Gəlin görək bu sistemin arxasında hansı fəlsəfə dayanır. Dahi Leonardo da Vinci'nin bu sözlərinə diqqət yetirin. O deyir ki, insanın özünə hakim olmasından daha böyük ustadlıq yoxdur. Bu, sadəcə pafoslu bir sitat deyil. Əslində, bugünkü bütün müzakirəmizin bünövrəsidir. Söhbət başqalarına hökm etməkdən, şirkətdə irəliləməkdən və ya sosial dominant foslasdan getməzdən əvvəl bir şeyi mütləq bilməlisiniz. Bütün xarici güc həmişə, amma həmişə daxili intizamla başlayır. Öz hisslərini, o daxildəki qorxularını, ən əsası isə tənbəlliyini idarə edə bilməyən bir kişi başqalarını necə idarə edə bilər? Bu sadəcə olaraq mümkün deyil. Özünə hakim olmaq ağır, bəzən ağrılı və yorucu bir prosesdir. Amma əmin olun ki, bu mütləq gücə gedən yolun yeganə qapısıdır. Yaxşı, bəs bu qapıda necə keçirik? Birinci mərhələ, öz yolunu kəşf et. Ustadlığa gedən yol dumanlı bir meşədə kör-körana gəzməyə bənzəməz. O, çox aydın bir hədəf tələb edir. Baxın, həlledici məqam budur. Həyat missiyası. Bu sadəcə qulağa xoş gələn fəlsəfi bir termin deyil. Tarixə, məsələn Charles Darwinə və ya Albert Einstein kimi əsl ustadlara baxın. Sizcə onlar karyeralarına dərhal pul qazanmaq və ya status dalınca qaçmaqla başlayıblar? Qətiyyən. Məsələn, Einstein hələ gənc yaşlarından sadə bir kompasın necə işlədiyinə belə obsessiv şəkildə maraq göstərirdi. Onlar uşaqlıqdan bəri içlərində olan o təbii meyllərin, maraqların arxasınca gediblər. Sizin də daxilinizdə. Bəli, məhz sizi siz edən, yalnız sizə xas olan bir meyl, bir tapşırıq var. Əgər bunu kəşf edə bilsəniz, inanın mənə, gördüyünüz iş artıq sadəcə iş olmayacaq, o sizin özünüzü ifadə formasına çevriləcək. Amma burada çox təhlükəli bir tələ var. Və əksəriyyətimiz o tələyə düşürük. Buna yalançı yol deyilir. İndi dürüst olaq. Aranızda neçə nəfər sadəcə valideynlərini qürurlandırmaq, diplom xatirinə və ya ayın sonunda o stabil lakin cüzi maaşı almaq üçün nifrət etdiyi bir işdə işləyir? Çoxunuz, elə deyilmi? Sırf cəmiyyət və ya qohumlar bu iş prestijlidir deyə öz təbii meyllərinizi boğursunuzsa, bu sizi birbaşa uçuruma aparan yoldur. Çünki bu yalançı yol yavaş-yavaş sizin bütün potensialınızı, enerjinizi və ən pisi də özgüvəninizi soracaq. Ustadlar kimlərdir bilirsiniz? Ustadlar bu xarici təzyiqlərə üsyan etməyi bacaranlardır. Əgər hazırda o yanlış yoldasınızsa, bunun nə qədər tez fərq edib o yoldan çıxsanız, özünüzü bir o qədər tez xilas edəcəksiniz. Tutaq ki, həyat missiyanızı, o əsl yolunuzu tapdınız. Əla, bəs sonra ikinci mərhələ başlayır, şagirdlik. Və inanın mənə, işin ən əziyyətli hissəsi məhz buradır. Şagirdliyin 3 dəmir qanunu var və xeyr, heç birini atlaya bilməzsiniz. Qısa yol yoxdur. Birinci addım passivdir. Sadəcə kənardan ətrafı, ustaları izləyirsiniz. İkincisi praktikadır. Burada yorulmadan, bezmədən o bacarıqlarınızı itiləyirsiniz. Üçüncüsü isə aktiv mərhələdir. Artıq öyrəndiklərinizi sınaqdan keçirir və tətbiq edirsiniz. Bu adətən 5 ilə 10 il arası çəkən bir prosesdir. Və bu mərhələlər ərzində sizin sadəcə bilikləriniz yox, həm də xarakteriniz, iradəniz, səbriniz sınaqdan keçir. İndi bura xüsusi diqqət yetirməyinizi istəyirəm, çünki bir çox gənc, enerjili kadrlar məhz burada ən böyük səhv edir. Yeni bir mühitə, yeni bir şirkətə girəndə hamı dərhal özünü göstərməyə, baxın mən buradayam, mən hamından ağıllıyam deməyə çalışır. Yəni egonuza məğlub olursunuz. Bu böyük bir səhvdir. İlk addım reallığa təslim olmaqdır. Çənəni bağla və sadəcə gözlərini aç. Arxa planda qal. O ofisin, o yeni mühitin gerçək güc dinamikalarını anlamağa çalış. Orada kimin sözü keçir? Hansı davranışlar mükafatlandırılır? Hansılar cəzalandırılır? O divarların arasındakı yazılmamış qaydalar nələrdir? Unutmayın, səssiz müşahidə sizin ilk və ən güclü silahınızdır.
Növbəti addım isə insanların 90%-nin təslim olub qaçdığı yerdir. Darıxdırıcılıq. Təsəvvür edin, eyni bir bacarığı onlarla, yüzlərlə, bəzən minlərlə dəfə təkrar etmək. Çox sıxıcıdır, elə deyilmi? Amma sir məhz buradadır. Məhz bu dözülməz təkrarlar sizdə səssiz bilik adlanan o əlçatmaz intuitiv dərk etməni formalaşdırır. İdman zalını düşünün. Əzələlərinizi yandırmadan, o ağrını hiss etmədən onları böyüdə bilərsinizmi? Təbii ki, yox. Zehni və peşəkar bacarıqlarınız da eynidir. O darıxdırıcı təkrarlardan keçmədən ustad səviyyəsinə çata bilməzsiniz. Əsl zövq bir işin o qədər ustası olmaqdan gəlir ki, artıq o iş sizin ikinci təbiətinizə çevrilir. Siz onu düşünmədən avtomatik edirsiniz. Yaxşı, gəlin burada qısa bir nəfəs alaq. Sizi biraz öz həyatınızı təhlil etməyə çağırıram. Özünüzə dürüst olun. Hazırda karyeranızda bu şagirdlik prosesinin hansı mərhələsindəsiniz? Bəlkə hələ də pasiv müşahidə edirsiniz? Və ya o darıxdırıcı praktikadan bezib hər şeyi atmaq üzrəsiniz. Bəlkə də artıq aktiv sınaq mərhələsindəsiniz. Aşağı düşün və şərhlərdə öz təcrübənizi məndən bölüşün. Mən oradakı şərhləri tək-tək oxuyuram və bu mənim üçün həqiqətən maraqlıdır. Yeri gəlmişkən, əgər bu izahlar indiyə qədər sizin üçün faydalı oldusa, zəhmət olmasa bu icmalı bəyənməyi də unutmayın. Bu, alqoritmin bizim kimi real məzmunları daha çox kişiyə çatdırması üçün çox vacibdir. Davam edirik. 3-cü bölüm – mentorlar və sosial zəka. Unutmayın ki, biz tək başına bir vakuumda yaşamırıq. Bacarıqlarımızı inkişaf etdirdik. Bəs xarici dünyada bu qəddar döyüş meydanında necə sağ qalacağıq? Uşaqlıqla yetkinlik, yəni peşəkarlıq arasındakı fərq məhz bax bu slaydın üzərindədir. Çox adam iş yoldaşlarına və ya rəhbərlərinə öz daxili emosional ehtiyacları prizmasından baxır. Kimsə üzünə gülümsəyirsə, bu yaxşı adamdır. Kimsə iş tələb edir və sərt danışırsa, bu pis adamdır deyir. Bu nədir? Bu, sadəlöv, uşaqcasına bir yanaşmadır. Sosial zəka isə tamam başqa şeydir. O, insanları olduqları kimi, qorxuları, ambisiyaları, gizli paxıllıqları və qüsurları ilə birlikdə rəhimsizcəsinə obyektiv görmək bacarığıdır. Bir şeyi bir dəfəlik beyninizə həkk edin. Sizin iş yeriniz dostluq klubu və ya ailəniz deyil. Ora maraqların toqquşduğu, hər kəsin öz mənfəətini güddüyü bir arenadır və yalnız bunu qəbul edən adam o arenadan qalib çıxır. Tarixdən gözəl bir nümunə çəkim, Benjamin Franklin. O, gəncliyində sırf öz cazibədarlığına, şirin dilinə güvənirdi. Elə bilirdi ki, gülümsəmək və hər kəslə yaxşı yola getmək uğur qazanmaq üçün bəs edəcək. Amma həyat onu elə sillələdi ki, o tezliklə bunun yetərsiz olduğunu anladı. Franklin öyrəndi ki, o xoş gülümsəmələrin, maskaların altındakı əsl simaları, insanların əsl motivasiyalarını oxumaq lazımdır. Yalnız bir insanın sizə nə dediyini deyil, bunu əslində nə üçün dediyini, yəni o gizli niyyətini anlamaq şərtdir. Əgər siz də biznes dünyasında sağ qalmaq, irəliləmək istəyirsinizsə, eyni ilə Franklin kimi insan təbiətinin o görünməz, qaranlıq tərəflərini oxumağı öyrənməlisiniz. İndi isə gəldi 4-cü bölməyə, sosial dominantlıq qanunları. Bəli, bu, icmalımızın ən çətin və bəlkə də qəbul edilməsi ən qaranlıq olan hissəsidir. Qəddar rəqabət mühitində necə qorunmaq və üstünlük qurmaq lazımdır. Bilirəm, bəzilərinizə bu qaydalar həddindən artıq qəddar və ya makiavellist səslənə bilər, amma müasir ofis siyasətinin reallığı budur. Bu 3 qanun sizin 21-ci əsrdəki əsas güc arsenalınızdır. Təkcə səssizcə çox işləmək heç vaxt yetərli deyil. Əgər sizin gördüyünüz işi yuxarıdakılar görmürsə, siz sadəcə yoxsunuz. İşığı öz üzərinizə çəkin. İkincisi, strateji idarə etmə. Bu nə deməkdir? Başqalarının enerjisindən, vaxtından və istedadından istifadə etməyi bacarın, lakin iplər, nəzarət və əsas etibar həmişə sizin əlinizdə olsun. Və ən əsası, ofisdə hər kəslə səmimi dost olmayın. Dost kimi görünün, amma daim məlumat toplayın. Çünki insanlar ən dəyərli sirlərini, ən böyük zəifliklərini məhz özlərini rahat hiss edən dağızlarından qaçırırlar. Məlumatsa bu dünyada ən böyük gücdür. Baxın, bu qanun 33 çox təsirli bir məcaza əsaslanır. Hər insanın bir baş barmaq vinti var. Yəni, biraz toxunduqda onun iradəsini sındıra, onu idarə edə biləcəyiniz gizli bir zəif nöqtə. Bu, dərin bir uşaqlıq qorxusu, daxili güvənsizlik ya da gizlədilmiş bir ehtiras ola bilər. Rəqibinizin, hətta iş yoldaşınızın bu həssas nöqtəsini kəşf etdiyiniz an, artıq hər hansı bir danışıqda və ya münaqişədə ən böyük rıçaq sizin əlinizə keçir. Səhv başa düşməyin. Mən demirəm ki, gedin bundan insanların həyatını məhv etmək üçün istifadə edin. Amma öz imperiyanızı, öz mövqeyinizi qorumaq üçün o rəqiblərinizin zəif tərəflərini bilməyə sadəcə məhkumsunuz. Və başqa bir həlledici, amma tez-tez göz ardı edilən qayda.
Heç vaxt əfsanələrin yerinə keçməyin. Təsəvvür edin ki, şirkətdə hamının çox sevdiyi, xarizmatik və çox uğurlu bir rəhbər işdən çıxıb və siz onun yerinə təyin olunmusunuz. Nə etsəniz də, nə qədər mükəmməl işləsəniz də, həmişə onunla müqayisə ediləcəksiniz. O belə etmirdi, o daha yaxşı idi, deyəcəklər və bu həmişə sizin əleyhinizə işləyəcək. Gerçək dominantlıq qurmaq üçün kimsənin kölgəsində qalmamalısınız. Kimsənin sadəcə davamçısı olmayın. Kökündən yeni bir kimlik, tamamilə fərqli bir idarəetmə stili yaradın ki, rəqabət və müqayisə obyekti elə siz özünüz olasınız. Təbii ki, bəziləri bu qanunları dinləyəndə düşünür ki, bu çox pisdir, mən hiyləgər ikiyüzlü olmaq istəmirəm. Qardaşım, anla ki, bunlar sadəcə ucuz ofis fəndləri deyil, söhbət insan təbiətinin, biologiyamızın ən dərin fəlsəfəsindən gedir. Böyük filosof Friedrich Nietzsche bunu güc istəyi adlandırırdı. İnsanın öz varlığını təsdiqləmək, həyatda qalmaq və ətrafına dominantlıq etmək instinkti bizim DNT-imizə kodlanıb. Bunu mən uydurmamışam. İstər sevin, istərsə də nifrət edin. Bu cəmiyyət, bu sistem belə işləyir. Əgər siz hər kəs yaxşıdır, dünya ədalətlidir illüziyası ilə yaşamağa davam etsəniz, bu amansız iyerarxiyada sadəcə başqalarının yemi, yəni ov olacaqsınız. Seçim tamamilə sizindir. Nəhayət, gəlib çatdıq 5-ci və sonuncu bölməyə. Güc və ustadlıq. Bu bizim bütün təhlilimizin pik nöqtəsidir. Hər şeyin bir araya gəldiyi yerdir. Mütləq ustadlıq dediyimiz o zirvə məhz rasional biliklərin intuisiyanızda birləşdiyi an yaranır. O, uzun, əzablı şagirdlik illərində tər tökdükdən sonra həyatınızda elə bir an gələcək ki, siz artıq oyunun xırda detallarını, fərdi qaydaları düşünməyəcəksiniz. Bütün o rasional bilikləriniz avtomatikləşəcək və mükəmməl bir intuisiyaya çevriləcək. Əsl ustadlar öz sənayelərindəki dəyişiklikləri, yaxınlaşan böhranları və ya yaranan fürsətləri başqalarından çox-çox əvvəl hiss edirlər. Onlar problemi tək-tək, lokal yox, böyük tablo olaraq qlobal miqyasda qavrayırlar. Şahmatdakı grossmeysterləri təsəvvür edin. O usta artıq sadəcə atın və ya filin gedişini düşünmür, o rəqibin növbəti 10 gedişini, bütöv lövhəni beynində çoxdan görüb. Lakin bir şey heç vaxt unutmayın. Bu səviyyənin, bu gücün çox ağır bir bədəli var. Bu həyatda heç nə pulsuz verilmir. Ustad olmaq və o gücü əllərinizdə saxlamaq istəyirsinizsə, dünyanın ədalətli bir yer olması kimi uşaq illüziyaları ilə həmişəlik sağollaşmalısınız. O sadəlöv nağılları unudun. Başqaları axşamlar divanda uzanıb serial izləyərkən, siz davamlı, heç bitməyən və bəzən insanı yorub tükədən strateji düşüncə içində olmalısınız. Rahatlıq o bir müddətlik sizin lüğətinizdən çıxacaq və bəzən zirvədə qalmaq, o imperiyanı qorumaq üçün çətin əxlaqi qərarlar verməli, vicdanınızla müəyyən kompromislərə getməli olacaqsınız. Çünki mütləq müstəqillik və güc eyni zamanda mütləq və tək başına daşınacaq məsuliyyət tələb edir. Və nəhayət sonda bütün bəhanələri, şikayətləri kənara qoyaq. Mənim bugün burada danışdıqlarımdan çıxaracağınız ən vacib, ən həyati dərs bax bu olmalıdır. Ustadlıq və güc seçilmiş bir neçə nəfərə doğuşdan verilən ilahi bir lütf falan deyil. Sizi uğursuzluğa məhkum edən şey sizin genləriniz, kasıb ailəniz və ya şanssızlığınız deyil. Uğur sadəcə olaraq budur. İllərlə bir hədəfə sərf edilən zaman, amansız bir fokuslanma və qırılmaz iradənizi bu sərt, qəddar reallığa zorla diktə etməyinizdir. Qurtardı, bu qədər sadə. Sizin həyatınız sizin öz çiyinlərinizdədir və inanın mənə, heç kim gəlib sizi o batıqlıqdan xilas etməyəcək. İndi isə sizi çox provokativ, amma vacib bir son düşüncə ilə baş-başa buraxıram. Bu sualı tək qalanda özünüzə verin və mütləq dürüst cavablandırın. Sizin hər gün atdığınız o addımlar, etdiyiniz o kiçik seçimlər, bunlar doğrudanmı sizi öz həyatınızın, öz imperiyanızın memarına çevirir? Yoxsa siz fərqində belə olmadan başqalarının məqsədləri, xəyalları və qurduğu imperiyalar üçün sadəcə istifadə edilən bir piyada rolunu oynayırsınız? Bu sualın cavabı həyatınızı dəyişə bilər. Nəticə çıxarmaq tamamilə sizin öz əlinizdədir. Dostlar, əgər bu dərin təhlil sizin gözünüzü biraz da olsa aça bildisə, zəhmət olmasa kanala abunə olun və mütləq şərhlərdə öz fikirlərinizi, bu reallıqlarla bağlı nə düşündüyünüzü yazın. Hər birini maraqlı oxuyacağam. Növbəti dəfə daha da dərinlərə, daha da qaranlıq sulara baş vurana qədər öz yolunuzu cızmağa davam edin, özünüzə yaxşı baxın, sağ olun.